Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə yayımları 2-ci sinif Azərbaycan dili tez kitabından 3-cü bölmə üzrə bədii və informativ mətnlər, dialoq mövzusunu izah edəcəyəm və yeni testlər işləyəcəyik. Bədii və informativ mətnlər şeir, nağıl, hekayə, təmsil və s. bədii mətnlərdir. Bədii əsərlərdə heyvanlar, quşlar, hətta cansız əşyalar belə dil açıb danışa bilir. Bilik və məlumat vermək üçün yazılmış mətnlər informativ mətnlərdir. Bu mətnlərdə faktlar üstünlük təşkil edir. Dialoq iki və daha çox obraz arasında söhbətə dialoq deyilir. Yazıda hər bir obrazın nitqi yeni sətirdən başlayır və qarşısında tirə işarəsi qoyulur. İndi isə baxalım testlərimizə. Dialoqda boşluğa hansı sual uyğundur? Baxalım uşaqlar. Parka dünən getdik. A bəndi, parka nə zaman getdiniz? B bəndi, parka kimlə getdiniz? C bəndi, parka nə üçün getdiniz? D bəndi, hansı parka getdiniz? Hansı cavab uyğun gələr? Parka nə zaman getdiniz? Dünən getdik. Baxaq ikinci suala. Dialoq haqqında hansı fikir doğrudur? 2 və daha çox adamın danışığıdır. Əlbəttə ki, A bəndimiz doğrudur. Baxaq üçüncü suala. Hansı mətnlərdə heyvanlar, quşlar, hətta cansız varlıqlar da dil açıb danışa bilir? Əlbəttə ki, hansı mətnlərdə? Bədii mətnlərdə. Cavabımız olur B bəndi. İndi isə baxaq dördüncü sualımıza. Verilmiş nümunə mətnin hansı növünə aiddir? Sən ey gözəl vətənim, yurdum yuvamsan mənim, səndə xoş ömür sürür, sevilənim, sevənim. Hansı növünə aiddir uşaqlar? Əlbəttə ki, bədii mətn. Cavabımız olur B bəndi. Baxaq 5-ci sualımıza. Biri digərlərindən fərqlidir. A. Sözün sonunda gələn samitlər çox vaxt deyildiyi kimi yazılmır. B. Yer adı bildirən sözlər hara sualına cavab verir. C. Əsərdə istifadə olunan fikir əsərin ideyası adlanır. D. Asif dəftərini səliqə ilə yazır. Əlbəttə ki, fərqli olan nədir? D bəndimiz. Baxırıq 6-cı sualımıza. Baxaq uşaqlar. 6-cı sualımıza. Boşluğa hansı bənd uyğundur? Bilik, məlumat vermək üçün yazılmış mətnlər hansı mətnlərdir? İnformativ mətnlər adlanır. Cavabımız olur hansı? B bəndimiz. İndi isə baxaq 7-ci sualımıza. Baxaq uşaqlar 7-ci sualımıza. Aşağıdakılardan hansının vasitəsilə dialoq qura bilərik? A. Kitab, B. Televizor, C. Maqnitofon, D. Telefon. Əlbəttə ki, hansı ilə? Telefonla. Baxaq 8-ci sualımıza. Dialoqu tamamlayın. Çoxlu rəsmlər çəkirəm. Hansı sual vermək olar? A bəndi, sabah hara gedəcəksən? B bəndi, riyaziyyat dərsində nə edirsən? C bəndi, ən sevdiyin kitab hansıdır? D bəndi, boş vaxtlarında nə edirsən? Əlbəttə ki, boş vaxtlarında nə edirsən? Çoxlu rəsmlər çəkirəm, cavab verilib. Baxaq 9-cu sualımıza. Hansı şəkil dialoqa uyğundur? Dedik nədir? 2 insan, 2 və daha çox. B bəndimiz uyğun gəlir. Baxırıq 10-cu sualımıza. Verilmiş nümunə mətnin hansı növünə aiddir? Baxaq uşaqlar. Dinozavrlar təxminən 65 milyon il bundan əvvəl yox olmuşlar. Alimlər hesab edirlər ki, bir ərazidə sürətlə digər ərazidə tədricən məhv olmuş bu prosesi öyrənməyə cəhd göstərən çoxlu fərziyyələr var. Onlardan hansının doğru olduğu hələ ki məlum deyil. Baxaq uşaqlar, hansı uyğun gəlir? İnformativ mətndir. Əlbəttə ki, cavabımız olur A bəndi. Baxırıq 11-ci sualımıza. Hansı məlumat bədii mətnlərə aid deyil? A bəndi, şeir, hekayə, nağıl bədii mətnlərdir, doğrudur. B bəndi, heyvanlar, quşlar dil açıb danışır, doğrudur. D bəndi, yazıcının bədii təfəkkürünün məhsuludur, doğrudur. C bəndi, faktlar üstünlük təşkil edir. Əlbəttə ki, yanlış cavabımız C bəndidir.
Baxırıq indi də 12-ci, sonuncu sualımıza. Baxaq uşaqlar. Kitabda ölkələr və onların paytaxtları haqqında məlumat verilir. Kamalın oxuduğu kitabda hansı mətn öz əksini tapmışdı? Əlbəttə ki, informativ mətn öz əksini tapmışdı. Cavabımız olur D bəndi. Əziz dostlar, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Hələlik.